Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Xoş gördük sizləri kanalımda. Bu günləri bol-bol şərbətli, kadayıflı şirniyyat hazırlamışam və hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Keçək hazırlama qaydasına. Əvvəlcə bizim burada 200 qram kadayıfımız var. Mən bunu buzluqda saxlamışdım. Yəni deməyim odur ki, buzluqdan çıxartmışam. Çox əlimlə qırıb, çox qırıq-qırıq eləmirəm. Onsuz da qovrulanda o buzluq açılacaq. Elə doğranmış formasıdır bu kadayıfın. Buzluqda saxlamışdım. Üzərindən də 100 qram kərə yağı əlavə edirəm. Daha yaxşı olar ki, kərə yağı olsun ətirinə, dadına görə. Və qazın zəif gözündə qovururam. Demək olar əlimi saxlamadan qovururam ki, eyni bərabərlikdə qovrulsun. Rəngi qızılı rəng alana qədər, baxın bu formada qovruldu. Daha sonra mən bunu ayrı bir qaba əlavə edib qoyuram bir kənara. Bizim şirniyyatımızın üzəri üçün lazım olacaq bu. Daha sonra şərbəti hazırlayıram. Yəni ilk öncə bunları hazırlamaq lazımdır. Həm kadayıfı qovurub saxlamaq, həm şərbəti. Daha sonra kurabiyələrə keçmək lazımdır, peçenyaları hazırlamağa. 2 stəkan yarım şəkər tozu, üzərinə 2 stəkan yarım da su əlavə edirəm. Yəni su nə qədərdirsə, şəkər tozu da o qədər. Qoyuram qaynamağa, bir dilim də limon atıram içinə. Çox qaynadıb qatıb bal kimi eləməyə ehtiyac yoxdur. Yəni ki, onda peçenyalar quru alınar. Elə biraz qaynadısa kifayət eləyir. Qabımıza 1 stəkan şəkər tozu, 1 stəkan duru yağ, çox cüzi duz, deməli 3 ədəd burada yumurta istifadə elədim. İkisini bütöv şəkildə, birini isə ağını saxladım ki, sonda mən kurabiyələrin üzərinə çəkmək üçün, yəni ağına batıracağam ona görə. 1 paket kabartma, 1 paket də vanil əlavə edirəm qarışımın üzərinə və mikserdən keçirirəm. Burada diqqət edin ki, pesokun dənələri çox iri dənədirsə, yəni mikserdən çox keçirdin ki, onun diri-diri pesokun dənələri qalmasın, şəkər tozunun dənələri. Mikserdən keçirdim, rəngi biraz açıldı, yüngülləşdi deyək ki, məhlul. Üzərindən də 3 stəkan yarım burada un istifadə elədim. Dəyərli xanımlar, ola bilər ki, 4 stəkan un da istifadə olunsun. Yəni yumurtanın böyüklüyündən, kiçikliyindən asılıdır, unun keyfiyyətindən asılıdır. Yəni bunun norması 3 stəkan yarım, 4 stəkan undur. Unu da ələkdən keçirirəm və xəmiri yoğururam. Qəşəng yağlı xəmir alınır. Şəkər çörəyi, elə bil şəkər çörəyin xəmiri nə formada olur, həmən formada ona oxşar bir xəmir alınır. Baxın belə yağlı, qəşəng xəmir alınır. Sonda üzərinə 1 stəkan doğranmış qoz ləpəsi də əlavə edirəm və yenidən qarışdırıram. Qoz ləpəsi tam xəmirə qarışsın. Bu qaydada. Siz indi bunu istənilən formada eləyə bilərsiniz. Məsəl üçün yumru, şəkər çörəyi formasında və yaxud biraz yayıb kvadrat formada doğraya bilərsiniz. O sizin zövqünüzdən asılıdır. Yəni hansı formada istəsəniz bu şirniyyatı hazırlaya bilərsiniz. Xəmir hazır olandan sonra bu formada əlimdə götürüb rulon forması kimi hazırlayıram və bunları sonda doğrayıb balaca-balaca eləyəcəm. Bu qaydada hazırlayıb, deməli xəmiri mən yumurta ağına batırıram. Əvvəlcə yumurtanın ağı maskuradaydı. Rahat olmadı mənim üçün. Ona görə başqa bir qaba əlavə elədim yumurtanın ağı. Yəni demək istəyirəm ki, bunu yumurtanın ağına, o qabdakı yumurtanın ağıdır. Batırıram və kadayıfa buluyuram. Bacardıqca elə eləmək lazımdır ki, kadayıflar çox yapışsın da xəmirin üstünə. Hətta siz bu xəmirin içərisinə də kadayıf, doğramış kadayıf qata bilərsiniz. Elə olanda şərbətini biraz artıq eləyə bilərsiniz. Çünki kadayıf da şərbəti çəkir canına ki, quru olmasın. Hazır eləyəndən sonra gördüyünüz formada doğrayıb listə yığıram və 160 dərəcəli sobada əvvəlcədən qızdırmışam sobanı.
Ona görə ki, bunu sobaya qoyandan sonra sobanı yandırmıram. Onda quruya bişər. Əsasən də üstündəki kadayıflara görə. Əvvəlcədən qızdırmışam 160 dərəcəli sobada. Qoyuram bişir. Bişməsində də altı çox cüzi qızarır. O hiss olunur da. Bişəndə rəngi biraz açılır kurabiyələrin. Hazır oldu. Soyuq şərbəti. Şərbəti də gördüyünüz kimi əvvəldən hazırladım. Yəni xəmir eləməmişdən qabaq. Soyuq şərbəti də bütün hamısını bu şirniyyatın üzərindən gəzdirirəm. Burada hiss olunur şərbəti əlavə etdikcə necə canına çəkir şərbəti. Yəni çox suyun içində qalmır da, elə tam canına çəkir, listə demək olar şərbət qalmır. Çox gözəl, ləzzətli, qeyri-adi bir şirniyyatdır. Yəni bizdə uşaqlar çox bəyəndi bu şirniyyatı. İnşallah siz də hazırlasanız çox bəyənərsiniz dadını. Yəni qeyri-adi mən deyərdim. Çox belə qəribə bir şirniyyatdır. Burada da kəsib bildirmək istəyirəm. Yəni materialını deyək də, bunun necə ovuntulu, yüngül, şəkərparə kimi belə materialı var deyək. Dəyərli xanımlar, izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.